Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 3-ü, həftənin cuma axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Baş nazirin müavini Şahin Mustafayev Ermənistana gedəcək. Bununla bağlı News 365 saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ermənistan baş nazirinin müavini Mihir Qırqorunyan ötən həftə Azərbaycanda olub. Nikol Paşinyanın müavini noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Şəhərdə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 12-ci görüşü keçirilib. Tərəflər növbəti görüşün tarixini iş qaydasında Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər və elə yaxın günlərdə Şahin Mustafayevin Ermənistana səfəri gözlənilir.